Salam aleyküm dostlar. Bugün sizlere GTA Baku APK Data OBB modlarını telefonu necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Bu mod Android 15, 14, 13, 12, 11'e qədər dəstəkləyir. Bu modun üzərində mod menü var. Oradan maşın seçə bilərsiniz, maşın rəngi dəyişə bilərsiniz, ölümsüz ola bilərsiniz və s. Bunu da videonun ilerleyen dəqiqələrində, yəni mod menüyü necə idarə etmək lazımdır, onu da göstərəcəm. Və bu videoda sizlərə həm oyunu yükleme qaydasını izah edəcəm, həm də oyunun necə qurulur onu göstərəcəm. Deməli ilk öncə deyim sizə oyun necə yüklənir. Bu videonun rəy bölməsində, kommentdə, yorumlar qismində videonun linkini sabitləmişəm. Girib oradan oyunu yükləyə bilərsiniz. Deyək ki, oyunu yüklədiniz, oyunun indi necə quraşdıra bilərsiniz onu göstərəcəm. Və buradan açırsınız Play Marketi, burada axtarış yerinə tıklayırsınız, yazırsınız Zarfivi. Bakın mən yazdığım kimi bunu versiniz axtarışa. Görürsünüz burada en başta yaşlı bir program çıktı. Bunun üzerine basırsınız. Bu programı yüklüyorsunuz telefona. Bunu yüklədikdən sonra aç düyməsini basırsınız. Ve burada sizde müəyyən icazələr istəyəcəkdir. O icazələri verəndən sonra düşürsünüz buradan aşağı. Göz yazıb download. Bu download bölməsine girirsiniz. Buradan da düşürsünüz aşağıya ve yüklədiyiniz modu buradan tapırsınız. Mesela GTA Baku After Style modu APK Data OBB. Bunu tapandan sonra üzerine basırsınız. Buradan görüntülüye basırsınız. Buradan da yine papkanın üzerine basırsınız. İlk önce GTA Baku APK'nın üzerine tıklayırsınız. Buradan aşağıdan indire basırsınız. Ve burada sizde bir şifre isteyeceğim. Bu şifreni videoda göstermişim. Şifreni görəcəksiniz yazdı bana. Şifre aşağıda 8'den 40 xətt gedir. Ve her bir xəttin üzerinde bir rəqəm görsənir. Toplamda bu 8 rəqəmdən ibarət olan şifredir. Ve şifre videonun müəyyən dəqiqələrində rəqəmləri görsənir. Mesela 100-cü dəqiqədə, 3-cü dəqiqədə, 5-ci dəqiqədə belə rəqəmlər görsənir. Olan bütün ham rəqəmləri toplayacaqsınız və bura əlavə edəcəksiniz. Deyək ki, bütün rəqəmləri toplamışsınız, indi bura əlavə edirsiniz və buradan tamama basırsınız. Və buradan APK-nı yüklüyorsunuz telefona. Buradan yükləyə bastınız. Və burada göreceksiniz. Bak diğer ayrıntılar var. Bak, bunun üzerine basacaksınız. Bak görüyorsunuz burada yazdım. Yine de yükle. Bu yine de yükleye basacaksınız. Buradan icazəni vereceksiniz. Ve gözleyeceksiniz ki APK telefona yüklensin. Bu yüklenen sonra buradan aç düğmesini basırsınız. Buradan oka basırsınız. Tüm dosyalara erişime basırsınız. Bu olabilir ki bazı telefonlarda bu tüm dosyalara erişim icazə vermir də. Bazı telefonlarda bu icazə vermir. Bunu necə aktiv edə bilərsiniz? Burada yuxarıda görəcəksiniz. Belə dairənin içində tərsdə nida kimi bir işarə var. Onun üzerine basacaqsınız. Görəcəksiniz yuxarıda qırmızı hərflərlə yazılıbdır. Məhdudiyyətləri silin. O məhdudiyyətləri silənə basacaqsınız və məhdudiyyətləri siləcəksiniz. Orada sizdən əgər barmaq izi və yaxud da ki ekran kilidi nəsə qoymuşsunuzsa onu istəyəcək, əgər qoymayıbsınızsa istəməyəcək. Onu icazə verəndən sonra çıxacaqsınız geriyə və bunu aktivləşdirəcəksiniz. Bunu da aktivləşdirəndən sonra çıxacaqsınız geriyə və girəcəksiniz menüyə. APK-ya bir dəfə giriş eləyəcəksiniz. Bu APK-ya giriş eləməsəniz Android Unprotect gəlməyəcək. Və bunun üzerine basırsınız APK-ya. Buradan izin verməlisiniz. Burada bir 3-4 saniye gözləyin, APK açılsın. Və buradan izin verirsiniz. Bu izin verenden sonra çıxırsınız buradan ve APK-nı tamamıyla bağlayırsınız. Ve qayıdırsınız təzədən ziyarələrə. Ve ondan sonra OBB var burada. OBB'nin üzerine basırsınız. Buradan üzerine bak com.rockstargames.gta bunun üzerine basıp saxlayırsınız. Aşağıdan kopyalaya basırsınız. Ve burada görürsünüz ox işarəsi qabağında 2 dənə tuş var. Buna basırsınız. Qalxırsınız yuxarı. Göz burada geldi. Android Unprotect. Bu Android Unprotect'e tıklayırsınız. Buradan da OBB'ye tıklayırsınız. Ve OBB'ye tıklayırsınız. Burada sağ tarafta göreceksiniz yapıştır düğmesi var. Bu yapıştır düğmesine basacaksınız. Buradan yine sizde şifre isteyecektir. Bu şifreni de buraya yine əlavə eləyəcəksiniz. Ve tamama basacaksınız ve gözleyeceksiniz ki OBB tam olarak bura kopyalansın. Bu bura tam kopyalanan sonra görürsünüz yazıldı aşağıda arşiv başarıyla çıkarıldı. Çıxırsınız geriyə, qayıdırsınız yenə download bölməsinə. Yenə qayıdırsınız yüklədiyiniz fayla. Yenə üzerine buradan bastınız, buradan görüntülüye bastınız. Yenə buradan üzerine tıkladınız. Bu dəfə girirsiniz data bölməsinə. Bax dataya tıkladınız. com.rockstargames.gta bunun üzerine basıp saxlayırsınız. Aşağıdan kopyalaya basırsınız, çıxırsınız geriyə.
Yine buradan Android Unprotect'i seçirsiniz. Bu defa data kısmına girirsiniz. Buradan dataya basırsınız. Buradan yine sağ taraftan yapıştıra basırsınız. Burada sizden yine şifrəni istəyəcək. Şifrəni buraya əlavə eləyirsiniz. Və burada görürsünüz yazıldı tüm dosyaları uygula. Və bunun tüm dosyaları uygulayanı aktiv eləyirsiniz və buradan sağ tərəfdən değiştirə basırsınız. Və değiştirə basırsınız. Bunu da gözləyirsiniz ki, data da bura tam olaraq kopyalansın. Bu da bura başarı ilə kopyalanan sonra oyuna girməlisiniz. Oyuna girən kimi mütləq radionun səsini kəsin, yoxsa cığıt-bığıt səslər gələcək. Onun videonun əvvəlində demək unutdum. Ben ise onu da iz göstereceğim. Buradan offline'a bastınız. Buradan ilk önce optionsa girirsiniz. Ve buradan audio setup'a basırsınız. Buradan radionun səsini tamamıyla kəsirsiniz. Mən ki oyunun səsini də kəsirəm ki səslər qarışmasın. Buradan istəsəz display setup'a basıb buradan ayarlaya bilərsiniz. Əgər telefonunuz zəifsə qrafikanı aşağı sala bilərsiniz. Buradan da game bölməsindən burada heç nəyə toxunmursunuz. Buradan da ən birincisi kontrol bölməsindən ən birincisinə tıklayıb kontrolu istədiyiniz yerə sürüşdürə bilərsiniz. Nəyi hara istəsəz qoya bilərsiniz. Bunu da save verdiniz, çıxdınız geriyə. Və qayıtdınız ən başa istəsəz burada resume də verə bilərsiniz. İstəsəz start game basıb new game də verə bilərsiniz. Gözləyək oyun açılsın. Bak gördüğünüz gibi kardeşler, dostlar oyunumuz açıldı. Oyun açılan kimi burada sağ tarafta mod menümüz var. Bakın mod menümüz var. Bunu açırsınız. Buradan tutup böyüdürsünüz. Mod menünü istediğiniz kimi. Burada ayarlar kısmından balacalaştıra, böyüdə bilərsiniz. Buradan 60 FPS, 90, 120 FPS eləyə bilərsiniz. Buradan oyuncu kısmına tıklayıp ölümsüzlük saat aktiv edə bilərsiniz. Oyun kısmından hızlı saat, güneşli hava, silah bölümündən sonsuz mərmi, silah seçdən, istədiyiniz silahı buradan aşağı doğru sürüşdürüb seçə bilərsiniz. Məsələn M4 və s. Sonra arabalar qismindən araba patlamıyor və buradan istəsəz məsələn 405'e gətirib 07'den seçə bilərsiniz. Burada görəcəksiniz, maşının arxa təkərləri əyridir. Bunu düzəltmək üçün yenə mod menü açırsınız. Buradan araba modifiyaya tıklayırsınız. Buradan da stereo ve hidravlik var. Ona basırsınız ve hidravlika tıklayırsınız. Ondan sonra maşının təkərləri düzələcəkdir. Və buradan yenə mod menü açıb araba rəngini istədiyiniz formada dəyişə bilərsiniz. Hansı rəng istəsəz qoya bilərsiniz. Başqa burada nəyimiz qaldı? Araba patlamıyor, aktiv edə bilərsiniz. Maşın patlamır. Tank gibi olanda digər maşınlara dəyəndə partlayır. Su üzərində yürüyüş də suyun üzərində hərəkətdir. Buradan da istəsəz nitro da aktiv edə bilərsiniz. Məsələn 10x nitro qoydunuz. Belə də aktiv edə bilərsiniz. Videomuz bu qədər idi dostlar. İnşallah növbəti videolarda görüşmək ümidi ilə sağ olun.